Salam əziz abituriyentlər, 26 oktyabr 2025-ci tarixində 9-10-cu siniflər üçün keçirilmiş OTK sınavının 3-cü qrup tarix sualları ilə tanış olaq. Qədim Hindistanda Maurya sülaləsinin süqut etdiyi əsrdə bildiyimiz kimi Maurya sülaləsi yerdən əvvəl 180-ci ildə süqut uğrayıb. Bu da yerdən əvvəl 2-ci əsrin 1-ci yarısıdır. Atropatena Selevki 3-cü Antioxun hücumlarına məruz qaldı. Bu yerdən əvvəl 223-cü ildə baş verib. Bu 3-cü əsrdir. Parfiya ilə müttəfiq əlaqələr yaratdı, bəli, Roman işğallarına qarşı. Hökmdar Ariobarjan tərəfindən idarə olunurdu. Bu yerdən əvvəl 1-ci əsr, yəni eradan əvvəl 20-ci ildən etibarən. Roma konsullar tərəfindən idarə olundu. Bəli, doğrudur, Respublika dövrüdür. Pun müharibələrinə qalib gəldi. Eradan əvvəl 146-da başa çatdı Pun müharibəsi və bu 2-ci əsrdir. Doğrudur. Qulların öldürülməsi, qadağan edilməsi bizim erada 2-ci əsrdir. Eradan əvvəl deyil. Cavab 1B, 2A, B. Doğru cavab C-dir. Albaniya mədəniyyətinə aiddir. Həsənlidən tapılmış qızılcam və zivyə həmçinin. Bunlar Mannaya aiddir. Daşdan yolmuş 4 aslan heykəli Hindistana aiddir. Kerifta abidəsi isə Atropatenaya aiddir. Böyük təhnə abidəsi 2-ci əsrdə tapılıb. Şəkinin eyni adlı kəndində Yunan yazısının istifadə olunduğunu sübutudur. Afina Sparta arasında bir adam 5-ci əsr tarixinə də oxşar cəhət. Bildiyimiz kimi eradan əvvəl 431-404-cü illərdə hakimiyyət uğrunda mübarizə aparmışdılar. Bu da E variantında göstərilib. Mətnə aid doğru fikri müəyyən edin. İlk vaxtlar ibtidai insanlar özləri ilə hələ heç hazırlaya bilmirdilər. Onlar meşələrdən hazır məhsulları, meyvə, bitki kökləri toplayıb yeyir, ovçuluq və yığıcılıqla məşğul. Bildiyimiz kimi, burada mənimsəmə təsərrüfatından, yəni istehsal təsərrüfatından söhbət açılır. Arşaklar sülaləsinin Atropatlər sülaləsi ilə oxşar, Mehranlar sülaləsi ilə fərqli cəhətini müəyyən edin. Arşaklar sülaləsi bildiyimiz kimi həm Parfiyada, həm Atropatenada mövcud olub. Sonralar Albaniyada da eyni adlı sülalə hakimiyyətə gəlib. Mehranlar isə yalnız Albaniyada mövcud olub. Sasanlar tərəfindən müharibələrdə iştirak etmələri Arşaklar sülaləsinə, eləcə də Mehranlara aiddir. Amit Dizrav və Kadisek Tesfon döyüşləri. Xristianlıq dövlətinin yığılması 313-cü ilə aiddir. Bu yalnız Arşakı sülaləsinə aiddir. Demək, Atropatlərə aid deyil. Bizans imperiyasıyla diplomatik münasibətlərin olması bu Mehranlar sülaləsinə aiddir. Varaz Qırqorun dövrü. Albaniyanın idarə edilməsi demək, hər üç sülaləyə aiddir. Daha doğrusu yalnız Arşaklar Mehranlara aiddir. Atropatlər Atropatenadadır. Atropatena ərazilərini idarə etmələri, bəli, doğru cavabımız budur. Arşaklar sülaləsi eradan əvvəl, daha doğrusu eramızın 20-ci ilindən demək, Parfiyanın işğalı ilə Atropatenada hakimiyyətə gəlmişdi. Öncələr Atropatlər sülaləsi buranı idarə etmişdi. Atropat, Artabaz, Ariobarjan, Ariovast kimi hökmdarlar. Mehranlar isə Albaniyada olub, yəni fərqli xüsusiyyətdir. Xəritədə xüsusi işarələnmiş dövlətin, yəni Çin burada göstərilib. Eradan əvvəl 3-cü əsr tarixinə aiddir. Ölkə üçün vahid qanunların verilməsi bu Sin Şuxandiyə aiddir. Eradan əvvəl 221-ci ildən 206-cı ilə qədər hakimiyyətdə olub və onun dövründə 3-cü əsrin ikinci yarısında vahid çəki ölçü bu sistem tətbiq olunmuşdur. Maurya sülaləsi Hindistandaydı. Ari tayfaları Hindistana hücum etmişdi. Hunlarla mübarizə, bəli, Sin sülaləsi dövründə Hunlarla mübarizə və nümunə olaraq da Çin səddini göstərə bilərik. Yeni sülalənin hakimiyyətə gəlməsi, bəli, eradan əvvəl 206-cı ildən artıq Sin sülaləsini Xan sülaləsi idarə demək, əvəz etmişdi. 1, 4, 5 doğru cavabımız. Demək, hansı döyüşə aid xüsusiyyət verilməyib? Qeyri-bərabər döyüşlər, Leonid və döyüşlər həlak oldular. Bu Fraspa döyüşü, Fermopil döyüşü eradan əvvəl 480-ci ildə baş vermiş. Sparta'dan başqa Yunan şəhər dövlətinin müstəqilliyə son qoyuldu. Bu Xeroneya döyüşü 338-ci ildə baş vermiş. Bu döyüşdə İskəndərin ordusu 3-cü Daranmuzlu döyüşdən məğlub edərək Aratan sahilə Misirə doğru hərəkət etdi. Bu 333-cü ildə baş vermiş demək, İs döyüşüdür. Roma səyyəsi Krasın rəhbərlik etdiyi qoşun, bəli, bu da Kanidinin, daha doğrusu Krasın başçılıq etdiyi Karra döyüşüdür, eradan əvvəl 53. Fraspaya aid məlumat yoxdur. Albanlar Sasanla müttəfiq olmadığı döyüşlər. Bildiyimiz kimi Kür çayı sahili 662-ci ildə baş vermiş döyüşdür və bu döyüşdə Albanlar demək, Sasan dövləti artıq mövcud deyildi. Üstəlik eradan əvvəl 66-cı ildə də Kür çayı sahilində Romalarla döyüş baş verib. Burada da demək, Sasan dövləti mövcud deyildi ki, onunla müttəfiq olsun. Dizrav və Amit döyüşləri Dizrav 371-ci baş verib və burada Sasanlarla 2-ci Şapurla müttəfiqdir. Karisiya 636-cı baş verib. Burada da Sasanlarla müttəfiqlik var. 3-cü Yezdəgirin dövrü və Varaz Qırqorda oğlu Cavanşiri göndərmişdi. Qanıq döyüşü eradan əvvəl 65-ci ildə baş verib. Bu da Roma, Albaniya arasındadır və bu dövrdə Sasanlar mövcud deyildi deyə onlarla müttəfiq ola bilməz. Doğru cavabımız 1 və 4 variantı. Hadisə açıqlamalarının doğru verildiyi cavabı müəyyən edin. 387-ci Roma Sasan müqaviləsi Albaniya Amit döyüşündə itirdiyi torpaqlar deyil, Dizrav döyüşündə itirdiyi torpaqları geri qaytarıb. Sasan Şah 1-ci Şapurun qələbələri, bəli,
62-ci ildə Albaniya hökmdarı 2-ci Vaçenin Sasaninin tabeliyini qəbul etməsi doğrudur. 629-cu Sasani-Bizans müqaviləsi Albaniya Sasanilər təsirində qaldı. Bəli, doğru cavabımız 2-3-dür. 4 niyə olmaz? Çünki Mehranlara son qoyulması 705-dir. Daxili müstəqillik yox, ümumiyyətlə müstəqilliyə son qoyulub. Süquta uğrayıb Albaniya bu hadisə ilə. Qədim Albaniyanın eradan və 3-cü əsr tarixinə aiddir. İstehsalçı təbəqə qullar deyil, azad insanlardır. Yəni burada quldarlıqdan geniş şəkildə istifadə olunmurdu. Selevkilərdən asıllıq Atropatenaya aiddir. Roma səviyyəsi Pompey ilə sülh eradan əvvəl 1-ci əsrdir. Demək 66-cı ildən sonra hökmdarların özlərinin pul kəsdirməsi eradan əvvəl 3-cü əsrə aiddir. Tələbatı ödəməli üçün yerli pullar kəsilmişdi. Quldarlığın digər dövlətlərdə olduğu kimi geniş deyil, az yayılması. Daha əvvəl baş verib. Roma şəhərinin əsasının qoyulması eradan əvvəl 753. Hindistanda kastalar eradan əvvəl 11, 12, demək 12-11-ci əsrlər. İlk yazılı sülh müqaviləsi Kadeş sülhündən söhbət gedir. Eramızdan əvvəl 13. 2-ci Ramzesin dövrü. 2 imperiyanın yaradılması Akkad eradan əvvəl demək 24-cü əsr Şumer əraziləri. İlk Olimpiya oyunları isə eradan əvvəl 776. Burada demək daha əvvəl dediyinə görə biz burada ilk imperiyanın Akkad imperiyanın yaranmasını doğru cavab kimi götürəcəyik. Demək birinci mətndə biz Vuruşan paşalar dövrünü gördüksə Çin yadımıza düşür. İkinci mətndə isə yuxarı aşağı Misir padşahlarından söhbət gedir, Misirdən söhbət gedir. Birinci, ikinci mətnlərdə bəhs olunan mübarizənin ümumi nəticəsini müəyyən edin. Bildiyimiz kimi Vuruşan paşalar dövrünün başa çatması ilə Çində vahid dövlət yaranmışdı. Eyni hadisə yuxarı aşağı Misir arasında mübarizənin yuxarı Misirin qələbəsi ilə başa çatması və dövlətin vahid şəkildə birləşdirməyi ilə nəticələnməyini görə bilirik. Ümumi cəhət vahid şəkildə birləşdirmə həm Çində, həm Misirdə. Uyğunluq müəyyən edin. Alt paleolit Neandertal deyil, bacaqlı insan idi. Orta paleolit ana xətti bu üst paleolitdadır, qəbilədən söhbət gedir. Neolit dövrü bir neçə qohum qəbilədən birləşən tayfa, bu erkən Tunçdadır, tayfa yoxdur Neolitdə. Mezolit dövrü insanlar həyatda mənimsəmə təsəvvürdə məşğuldur. Bu doğru cavabdır. Mənimsəmə bu günlərə dövrümüzdə gəlib çıxmışdır və Mezolit dövründə təbii ki var idi. Eneolit dövrü ölü yandırma kollektiv dəfni isə bu erkən Tunç dövründədir. Eyni əsrdə baş verib. Qədim Hun dövlətinin parçalanması eradan əvvəl 58, yəni 1-ci əsr. Tiberi qırağın torpaq islahatı eradan əvvəl 133. Bu 2-ci əsrdə. Qədim Çində qırmızı qaşlar üsyanı bizim eranın 1-ci əsri. Misirin Romanın əhatına çevrilməsi eradan əvvəl 30. Eyni dövrü əhatə etmir. Romanın Yunanıstan işğal etməsi eradan əvvəl 146. Parfiyanın Atropateni işğal etməsi bizim eranın 20-ci ili. Roma səviyyəsi Pompeyin Albaniya hücumu eradan əvvəl 66-65. Alanların Albaniya yürüşü bizim eranın 1-ci əsri, ən böyük yürüş 70-74. Romada Spartak üsyanı eradan əvvəl 74-71. Zoberin Romanın asılı qəbul etməsi Kandi'nin yürüşü eradan əvvəl 36. Hər ikisi bizim eradan əvvəl 1-ci əsri əhatə edir. Azərbaycan ərazisində mövcud olmuş tayfa ittifaqları və dövlət qurumlarına bağlı yanlış cavab. Assuriya qarşı mübarizə qədim Azərbaycan şahlarını vahid dövlət halında birləşməsi zəruridir. Bu doğrudur və Manna yaranmışdır. İdarəçinin yerli məmurlara həval olması Kurdlərin iktisadının din mövqeyini gücləndirdi, xeyr. Əksinə zəiflətdi və 40 gün hakimiyyətdə qalmış Tirkana qarşı üsyan baş verir. Bu yanlış cavabdır. Digər variantlar doğrudur. Aradlara dini idarə maş-baş alınan kahin baxırdı, doğrudur. Turklər Babilistanda məşrutlaşanda Hammurapinin hakimiyyət dövrü idi, eradan əvvəl 18. Lulubilər Nuzi şəhəri ilə də əlaqələr saxlayırdı. Hökmdarlar eradan 13-cü əsr əvvəllərində Hetləri məğlub edən onlarla sülh bağladı. Təbii ki, 2-ci Ramzesdən söhbət gedir. Mesopotamiya şimalı və cənubu üzərində nəzarət ələ keçirək. Dünya tarixinin ilk imperiyasının Akkaddan söhbət gedir. Bunda Sargon yaratmışdı. Və İsaatlar xalqa çatdırması 13 kitabə qoyduran da Hindistanda Padşah Ashoka idi. Göstərilən hadisələrdən hansı birinə aid nəticə göstərilməyib? Taxıl və digər zəruri asıl məhsulların ixracı qadağan edildi eradan əvvəl 594 Solan islahatı dövründə. Solan burada var, bəli. Hər bir vətəndaş dövlət idarəsində istənilən vəzifəni tutmalıdır. Vəzifə açar sözdür. Bu da Periklin strategiliyi 5-ci əsr dövründə. Ölkə vilayətlərə bölündü. Eradan demək 221-ci ildə hakimiyyətə gələn Çin işğalında 36 vilayətə bölünmüşdü. Çini quldarların torpaqlarının ölçüsünə məhdudiyyət qoyuldu. Bu da Tiberi və Qayqıraq islahatlarıdır. Eradan əvvəl 2-ci əsr. Drakon qanununa aid heç bir məlumat yoxdur. Qədim Misir və Makedoniyaya aid oxşar cəhət deyil. Fələstin Finikiyanı işğal edib, bəli, hər ikisi. Makedoniyalı İskəndər, Misirdəki hər üç hökmdar, qüdrətli fironlar. Əhəmənilərlə müharibə aparması Misir aparıb, Makedoniyada, bəli, hər ikisinə aiddir. Roma tərəfindən işğal edilməsi hər ikisinə aiddir. Misir 30, eradan əvvəl Makedoniyada 146. Yunan şəhər dövlətlərinin mübarizə aparması yalnız Makedoniyaya aiddir, Xeyronaya döyüşü Misirə aid deyil. Dövlətin parçalanması da doğrudur, hər ikisinə aiddir.
Qərbi Roma imperiyasına aid deyil. Amit döyüşündə, bu arada deyim, Qərbi Roma imperiyası 395-dən 476-cı ilə qədər davam edib. Amit döyüşü Sasani Alban qüvvələrinin mübarizə aparması bu 359-cu ildə baş verib. Bu dövrdə artıq Roma hələ parçalanmamışdı. Qərbi Roma deyil, qədim Roma idi. Aid deyil deyə A variantını götürürük. Digərləri doğru cavabdır. Xəritəli rəqəmlər işə alınmış hansı ərazidə yaşayan mərkəz verilmir. Sərkərtəpə Xaçmazdadır, Erkən Tunc ibadət evidir. Bu 4 kimi göstərilib burada. Baba Dərviş Qazaxda Erkən Tunc ibadət evidir. 3 kimi göstərilib. Qobustan Mezolit dövr abidəsidir. 2 kimi göstərilib. Kültəpə Naxçıvandadır. Demək, Erkən Tunc ibadət evidir. Bu da 5 kimi göstərilib. Burada 1-ə, yəni Xocavənd ərazisi, Azıq Dağara mağarasının göstərildiyi ərazidir. Burada da məlumat həmin xəritədə göstərilməyib. D variantı. Uyğunluğu müəyyən edin. Yeni Albaniya əfəsi yatmışdı. Asogen. Demək, 1 olmalıdır. İsasanlara qarşı azad hərəkatına başçılıq etmiş 457-463-cü ildə 2-ci Vaçe. 2 bura gedər. Albaniya bütün vilayətlərini birləşdirib mərkəzləşmiş dövlət yaratmışdı 3-cü əsrdə Qoçaq Vaçaqan və Sasani Şah 2-ci Şapurla müttəfiq olmuşdu. Bu da Amit Dızrav döyüşlərinə uğrunayır. Doğru cavabımız 5, yəni D variantı. Uyğunluğu müəyyən edin. Mannanın xarici siyasət. Ulusun dövründə müəyyən müddət Urartu dostluq əlaqə saxlamışdı. Doğrudur. Hətta 22 Manna qalasını vermişdi ki, o hakimiyyətə gəlsin. Mərkəzləşmə siyasəti aparması xeyr. Assuriya ilə münasibətlərin, bu mərkəzləşmə siyasəti İran dövrüdür. Assuriya ilə münasibətlərin bərpası, bu da doğru cavabdır. 2-ci Sarqonun 716-cı yürüşündən sonra. Aşşerin dövründə Assuriya ilə ittifaqın gücləndirilməsi deyil, əksinə Assuriya əlaqələrin qırılması, yəni müstəqil siyasət yürütməsi. Mərkəzi hakimiyyətə qarşı üsyan baş verib, doğrudur. 650-ci il. Amma bu daxili siyasətdir. Bizə xarici siyasət lazımdır. İskitlə ittifaq, bəli, İşbaka ilə müttəfiq əlaqələr saxlamışdı. 1AC, 2C. Doğru cavabımız D variantı. Xronoloji ardıcılı müəyyən edin. Albaniya dövləti 3-cü Vaçaqan hakimiyyətə gəlməsi 487-5 sona qədər. Bərdən Albaniya paytaxtına çevrilməsi bu 444-463-cü illərdə hakimiyyətdə olan 2-ci Vaçenin dövründədir. Arşakların hakimiyyətə son qoyulması 510. Urnar tərəfindən idarə olunması 313-371-ci illər aralığı. Arıcılıq əsasən demək 4, 2, 1 və 3. Roma imperiyasının mübarizə aparmayan dövlətləri müəyyən edin. Sasanilər 260-cı ildə 1-ci Şapurun dövründə Roma imperiyasının mübarizə aparıb. Albaniya demək Amit və Dizrav döyüşlərində mübarizə aparıb. Demək bu da aiddir. Parfiya demək 115-117-ci illərdə, yəni 2-ci əsrdə Mark Trajan dövründə Roma ilə mübarizə aparıb. Frank dövləti 486-dan sonra yanıb, yəni Roma imperiyasını görməyib, 395-dən sonra görüb. Atropatena dövləti də Roma imperiyasında deyil, Roma Respublikasında mübarizə aparmışdı. Eradan və 3-cü və 2-ci əsrlərə aid oxşarlıq. Çinin xan sülasəsinin idarə edilməsi. Bəli, xan sülaləsi eradan əvvəl 206-dan bizim eranın 3-cü əsrinə qədər hakimiyyətdə olub. Bu da həm eradan və 2-ci əsrləri əhatə edir. Atropatena Sevginin Asvetdə olması belə eradan əvvəl 223-dən 190-a qədər həm 3, həm 2-ci əsrlər dövrünü əhatə edir. Alanlar Azərbaycan yürüşləri 1-ci, 3-cü əsrlərdir. Bu bizim eradır. Çin tarixinə vuruşan paşalar dövrü eradan əvvəl 4-3-cü əsrdir. Bu 2-ci əsr görmür. Bu müharibələrin baş verməsi eradan əvvəl 264, yəni 3-cü əsrdə başlayıb 146-ya qədər. Bu da 2-ci əsrdə, 3-cü əsrdə görür. Midiya dövlətinə aiddir. Hökmdar Kaşlar İskitlər döyüşdə məğlub olaraq öldürüldü. Bəli, eradan əvvəl 53 və nəticədə Kaşların ölümü sonrası İskitlər 28-50 Midiyada hakimiyyət qurdular. Bu doğru cavabdır. Hökmdar Çaksar Midiyanı Assuriyan əsarından azad etdi. Assuriyan yox, İskitlərin əsarından azad elədi. Hökmdar Astiaq Midiyada istiqlalına son qoydu. Bu da Astiaq deyildi, Çaksar idi. Çaksar işğalçı müharibələrinin içində Midiya imperiya çevrildi. Bəli. 4 dövlətə Assuriyaya, Manna, Urartu, İskitlər son qoyduğundan sonra. Eller-Venn diaqramında Roma, Çin, işğalçı müharibələr aparılması hər ikisinə aiddir. Misirin işğal edilməsi yalnız Romaya aiddir. Əvvəl 30. Heroqlif yazı Çində mövcud idi. 2-ci mitə yaranmışdır. Əvvəl ölkəsində üsyanlar hər ikisinə aiddir. Romada Spartak, Çində qırmızı qaşlar, sarı sarıqlar üsyanları. 12 lövhə qanunları əvvəl 5-ci əsrin ortaları Roma tarixinə aiddir. Situasiyadan oxumusunuzsa, situasiyada demək Sasani Şahı 1-ci Şapurun Albaniya hücumlarından, Romaya hücumlarından danışılır. Mətndə bəhs olunan hadisənin nəticəsi haqqında məlumat hansı məbəddəki kitabda qeyd olunmuşdur? 1-ci Şapurun Nəqşi Rüstəm adlı məbədində 27 ölkənin adı çəkilirdi. Burada Albaniya Atabəyanın da adı var idi. 59-cu sual. Mətndə bəhs olunan Sasani və Albaniya hökmdarları dediyimiz kimi Sasani Şahı 1-ci Şapur idi. Alban hökmdarı isə həmin dövrdə 1-ci Vaçe idi, 262-ci ildə. Tarixi biliklərinizə əsasən mətndə hadisənin hansı əsrdən bəhs olunduğunu, yəni 3-cü əsrdən,
əsrin ikinci yarısı və bu dövrdə Albaniya idarə edən sülalənin adını və Arşaklar sülaləsi ölkəni idarə edirdi. Bu qədər. Kanala abunə olmağı, rəy yazmağı, fikir bildirməyi, nəticələrinizi bölüşməyi unutmayın. Sağ olun.